Seksdə padlo var. Bu mövzuda biz cinsel terapiya təlimi alarkən də zaten bizə cinsəlliyin müxtəlif aspektləri anlatılır. Yəni burada cinsəlliyin insanları aşağılamaq məqsədi ilə, məsələn, əsasən də qadınları aşağılamaq məqsədi ilə istifadə olunma formalarını çox biz müzakirə etmişik, danışmışıq. Nədir bu? Məsələn, bir qadını aşağılamaq üçün onun çoxlu cinsi partnyorun olmasını ona bir aşağılıq kimi görmək və yaxud da ki, bir qadına cinsel bir tacizdə, təcavüzdə bulunaraq onu aşağılamaq kimi bir şey və yaxud da ki, bir qadına edilən bir cinsel davranış, hansı ki onun xoşuna gələ bilər, kişi bunu üstünlük olaraq görməsi, bunlar kişi psixologiyasında mövcuddur. Ona görə də kişilər bu mövzuda danışdıqlarından fərqli bir cinsel həyat yaşayırlar. Yəni ki, o padlo mövzusu, yaraşar-yaraşmaz mövzusu kişilərin öz aralarında danışarkən etdikləri söhbətlərdə cinsel əlaqədə o şəkildə olmur. Cinsel əlaqə elə bir şeydir ki, insanların fantaziyası orada ortaya çıxır.